Hər kəsə salam, əziz şagirdlər. Bugünkü coğrafiya dərsimizə xoş gəlmisiniz. Bugün biz sizinlə planetimizin nəhəng nəfəsi sayılan okean sularının o sirli, hərəkətli dünyasına baş vuracağıq. Hazırsınızsa, gəlin bu heyrətamiz sərahətə birlikdə başlayaq. Bir anlıq təsəvvür edin ki, radioda belə bir anons eşidirsiniz. Bu, heç də bir film səhnəsi deyil. Bu, okeanın o nəhəng gücünün real həyatdakı bir təzahürüdür. Və bu anons bizə xatırladır ki, okean hərəkətləri nə qədər güclü və bəzən hətta dağıdıcı ola bilər. Yaxşı, onda əsas sualımız budur. Bu sonsuz suyu yerindən tərpədən, onu gah sakitləşdirən, gah da qəzəbləndirən o gizli qüvvələr hansılardır? Gəlin bugün bu sualın cavabını 3 əsas hərəkət növünü öyrənərək tapaq. Gəlin ilk olaraq yəqin ki, hamımızın dəniz sahilində gördüyü ən tanış hərəkət növü ilə başlayaq. Dalğalarla. Amma görəcəyik ki, bu sadə görünən hərəkətin də olduqca fərqli və hətta heyrətamiz növləri var. Deməli, çimərlikdə gördüyümüz o sakitləşdirici dalğalar var ha, onlar əslində küləyin okean səthi ilə oynamasının bir nəticəsidir. Külək sanki suyun üzərinə nəfəsini üfürür və öz enerjisini ona ötürür. Və çox məntiqlidir ki, külək nə qədər güclü əsirsə, dalğalar da bir o qədər hündür və qüvvətli olur. Gəlin sanki bir lövhə qarşısındayıq, sadə bir dalğa çəkək. Baxın, dalğanın ən yuxarı o zirvə nöqtəsi onun yalı adlanır. Ən aşağı o çökək hissəsi isə dabanı. Bu iki nöqtə arasındakı şaquli məsafə dalğanın hündürlüyünü verir, iki yal arasındakı üfüqi məsafə isə onun uzunluğunu. Çox sadədir, elə deyilmi? İndi isə keçək dalğaların o nəhəng və dağıdıcı qardaşına, tsunamiyə. Yadda saxlayın, tsunami küləkdən yaranmır. Onun səbəbi okeanın dərinliklərində baş verən güclü zəlzələlər və ya vulkan püskürmələridir. Və bu hadisə sadəcə suyun səthini yox, okeanın dibindən səthinə qədər bütün su kütləsini hərəkətə gətirir. Bax, bu cədvəldəki fərq həqiqətən də heyrətamizdir. Adi külək dalğası səthdə yavaş-yavaş hərəkət edərkən, tsunami açıq okeanda demək olar ki, bir reaktiv təyyarə sürəti ilə saatda 800 km-ə qədər sürətlə irəliləyir. Təsəvvür edirsiniz? Düzdür, sahilə yaxınlaşanda sürət azalır, amma hündürlüyü dəfələrlə artır və 2011-ci ildə Yaponiyada gördüyümüz kimi dəhşətli dağıntılara səbəb olur. Yaxşı, indi isə keçirik okeanın daha yavaş, lakin bir o qədər də güclü və həmişə proqnozlaşdırıla bilən ritminə, qabarma və çəkilmələrə. Bu, sanki okeanın hər gün nizamla nəfəs alıb verməsidir. Bəs okeanın bu nəhəng nəfəs alıb verməsinə səbəb nədir? Cavab başımızın üstündə, səmadadır. Ay. Bəli, ayın cazibə qüvvəsi yer kürəsindəki suları maqnit kimi özünə doğru çəkir və nəhəng bir su qabartısı yaradır. Düzdür, günəş də təsir edir, amma ay bizə daha yaxın olduğu üçün onun təsiri qat-qat güclüdür. Bu rəqəmə diqqətlə baxın. 18 metr. Bilirsiniz bu nə deməkdir? Bu, təxminən 6 mərtəbəli bir binanın hündürlüyü qədərdir. Məhz bu hündürlükdə qabarma dalğaları Kanadanın Fandi körfəzində müşahidə olunur. Bu, ayın o cazibə qüvvəsinin nə qədər möhtəşəm olduğunun canlı sübutudur. Təbii ki, insanlar da bu proqnozlaşdırıla bilən gücdən istifadə etməyi öyrəniblər. Məsələn, gəmilər limanlara rahat daxil olmaq üçün suyun qalxmasını, yəni qabarmanı gözləyir, balıqçılar bu hərəkətlərə uyğun ov edirlər. Hətta bu gücdən elektrik enerjisi istehsal edən xüsusi stansiyalar da var. Və nəhayət, gəldik üçüncü və bəlkə də ən vacib hərəkət növünə. Okean cəryanları. Bilirsiniz, bunları planetimizin qan damar sistemi kimi düşünə bilərsiniz. Onlar istini və soyuğu bütün dünyaya paylayan nəhəng su çaylarıdır. Baxın, dalğalardan fərqli olaraq, cərəyanlar müvəqqəti deyil, daimidir. Onları hərəkətə gətirən əsas qüvvə isə planetimizdə il boyu demək olar eyni istiqamətdə əsən daimi küləklərdir. Məsələn, passatlar və ya qərb küləkləri kimi. Hə, amma burada çox maraqlı bir fizika qanunu işə düşür. Planetimiz öz oxu ətrafında fırlandığı üçün bu nəhəng su çayları düz xətt üzrə hərəkət edə bilmir. Coriolis qüvvəsi deyilən bu təsir cəryanları şimal yarımkürəsində həmişə sağa, cənub yarımkürəsində isə həmişə sola doğru əyir. Cəryanları biz iki əsas növə ayırırıq: isti və soyuq. Qayda isə çox sadədir. Ekvatordan çıxıb qütblərə doğru istilik daşıyanlar isti cəryanlardır, qütblərdən gəlib ekvatora doğru soyuqluq gətirənlər isə soyuq cəryanlar. Və bu, onların keçdiyi sahillərin iqlimini tamamilə dəyişir. İsti cəryanlar yağış gətirir, soyuq cəryanlar isə quraqlıq və hətta səhralar yaradır. Gəlin xəritəyə baxaq. Məsələn, Atlantik okeanı. Baxın, o məşhur isti Gulf Stream cəryanı Meksika körfəzindən istiliyi götürüb Şimali Avropaya daşıyır və oranın iqlimini yumşaldır.
Onun tam əksinə, Afrikanın qərb sahilləri ilə axan bu soyuq kanar cəryanı isə Böyük Səhra səhrasının yaranmasına səbəb olan amillərdən biridir. Və bu sistem təbii ki, bütün dünyada eyni məntiqlə işləyir. Sakit okeanda Yaponiyanı isidən isti Krosyo və Kaliforniya sahillərini sərinlədən soyuq Kaliforniya cərəyanı var. Cənubi Amerikada soyuq Peru cərəyanı dünyanın ən quraq səhrası olan Atakama səhrasını yaradır. Bu, həqiqətən də qlobal bir iqlim maşınıdır. Gəlin indi də bütün bu öyrəndiklərimizi bir yerə yığaq və cəryanların qlobal iqlimə necə hökm etdiyini, yəni əsas coğrafi qanunauyğunluğu anlayaq. Bu çox vacibdir. Bax, bu cədvəl əslində bir coğrafi qanundur. Diqqət yetirin. Tropik enliklərdə, məsələn, Afrika və ya Cənubi Amerikada, materikin şərq sahilindən həmişə isti, qərb sahilindən isə soyuq cərəyan keçir. Mülayim enliklərdə isə, məsələn, Şimali Amerikada vəziyyət tam tərsinədir. Qərb sahillər isti, şərq sahillər isə soyuq cəryanların təsirinə məruz qalır. Bu sadə qaydanı bilsəniz, bir çox regionun iqlimini asanlıqla təxmin edə bilərsiniz. Beləliklə, gəlin dərsimizi ümumiləşdirək. Bugün öyrəndik ki, okean sularının hərəkətini 3 əsas qüvvə idarə edir. Birincisi, səthdəki dalğaları yaradan külək və zəlzələlər. İkincisi, okeanın nəfəs alıb verməsi olan qabarma çəkilməni yaradan ayın cazibəsi. Və üçüncüsü, planetin iqlimini müəyyən edən nəhəng cəryanları yaradan daimi küləklər və yerin fırlanması. Və sonda düşünmək üçün bir sual. Əgər bir gün bu nəhəng cəryanlar sistemi, yəni planetimizin o damar sistemi dayansa, yer kürəsi necə bir yerə çevrilərdi? Ekvator bəlkə də daha da qızar, qütblər isə tamamilə donardı. Həyat bizim bildiyimiz formadan çox fərqli olardı, elə deyilmi? Bu mövzu haqqında düşünməyə dəyər. Gələn dərslərdə görüşənədək.